Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. Venfa'na bima allamtana ve zidna ilmen. وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, hörmətli cəmaat, aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, sahabələrinə, əhli beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı və salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun uca Allaha, Allah Teala bizləri xeyir üzərində növbəti dəfə cəm edib topladı. Həqiqətən də bütün bunlar hamısı Allahın müvəffəqiyyəti, onun rəhməti, onun fəziləti, lütfü, asanlaşdırması sayəsindədir. İnsan buna görə sevinir, fərəh hissi keçirməli. Allahım, məni elm öyrənməyə müvəffəq edirsən. Allahım, məni səni zikr edib, səni xatırlamağa, sənin sevdiyin və razı qaldığın işləri görməyə, elm, xeyir məclislərində cəmaatla bərabər iştirak etməyə müvəffəq edib məni asanlaşdırırsan. Bu əzəmətli əməl yalnız Allahın asanlaşdırdığı şəxs üçün asan və rahatdır. Buna görə insan sevinib fərəh hissi keçirməlidir. Əzəmətli savablar, böyük xeyrlər, mükafatlar var. İlk öncə Allah Teala insanın günahlarını bağışlayıb əfv edir. Onun üzərinə öz rəhmətin, əminamanlığın nazil edir. Mələklər gəlib orada insanla bərabər iştirak edirlər. Qanadları ilə düz səmaya qədər əhatəyə alırlar. Allah Teala oradakı insanlar ilə övünüb fəxr edir. Onların adların atalarının adları ilə bərabər səma əhlinin yanında çəkir. Kim xeyir üçün gəlirsə, elm üçün gəlirsə, Allah Teala ona cənnətə gedən yolları asanlaşdırır, ibadətləri rahat edir. Mələklər qanadların razılıq əlaməti olaraq həmin şəxsin ayağının altına sərirlər. Əziz qardaşlar, ədəb və əxlaq mövzusunda olan hədislərimizdən oxumağa davam edirik. Həqiqətən də bu hədislərin içərisində biz gördük ki, dinin hər bir sahəsi vardır, mövcuddur. Allaha ibadət edib ona heç bir şeyi şərik qoşmamaq. Rasul sallallahu aleyhi və səlləmin sünnəsinə tabi olub özümüzdən nəsə bidətlər icad etməmək. Namaz qılmaq, oruç tutmaq, zəkat vermək, həcc etmək, ümrə ziyarəti, ata-anaya yaxşılıq, qohum-qonşu ilə mehriban olmaq, vətənin, cəmaatın qədrini bilmək, qoruyub saxlamaq, Allahı sevmək, Allahı zikr etmək, Allahdan qorxmaq, təqva, hər şey. Haramlardan çəkinmək, yeməyə, içməyə, geyimə, kezmə fikir vermək. Bugün oxuyacağımız hədis isə olduqca əzəmətli bir hədisdir. Allah Teala'nın bizə nə qədər əzəmətli olmağın, onun sonsuz qüdrətin bizə uca Allah göstərib bəyan edir. Bu hədisi İmam Buxari və İmam Müslim başda olmaqla hədis alimləri təxric edib rəvayət edirlər. Bu hədis Abdullah ibn Ömər kimi məşhur bir səhabədən gəlir. Abdullah ibn Ömər məşhur səhabə, Raşid xəlifələrin ikincisi Ömər ibn-Xattabın oğludur. Ömər ibn-Xattabın oğlu və kisiliyindən İslamda böyümüş şəxsdir. Bir rəvayətdə gəlir ki, müsəlmanlar Məkkədən Mədinəyə hicrət etdikdən sonra ilk dünyaya gələn şəxs Abdullah ibn Ömərdir. Allah Resulü sallallahu aleyhi və səlləm onun üçün dua edib. Allahım onu dində fəqih et, ona elm, bəsirət, hikmət ver. Abdullah ibn Ömər nə yaxşı kişidir buyurur Resul sallallahu aleyhi və səlləm. Elmi Muhammed sallallahu aleyhi və səlləmdən götürüb sonraki nəsillərə çatdıran şəxslərdən biridir. Məşhur 4 Abdullahdan biridir Abdullah ibn Ömər. Alimlər buyururlar ki, 4 məşhur Abdullahlar var elmi ilə və öyrənmiş olduğu elmləri sonraki nəsillərə çatdırması ilə. Bunlar Abdullah ibn Abbas, Abdullah ibn
Məsud, Abdullah ibn Ömər və bir də Abdullah ibn Amr ibn As. Bu məşhur 4 Abdullahlar sayılır. Eləcə də 7 ən çox hədis bilən səhabədən biridir Abdullah ibn Ömər. 7.000-dən çox hədis bilən səhabə var. Onlar Əbu Hüreyrə, möminlərin anası Ayşə, Abdullah ibn Abbas, Ənəs ibn Məlik, Cabir ibn Abdullah, Əbu Səid el-Xudri və Abdullah ibn Ömər. Allah Teala onların hamısından razı olsun. Buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem demiştir. Məfatihul qaybi xamsun la ya'lemuha illallah. Qeybin açarları 5'tir. Onu Allah'tan savayı heç kəs bilmir. La ya'lemu ma tağidul arhamu ahadun illallah. Bətinlərdə nə olacağın Allah'tan başqa heç kəs bilmir. La ya'lemu ahadun ma yakunu fi gadin. Sabah nə olacağın Allah'tan başqa heç kəs bilmir. Və la ta'lemu nefsun mâzâ teksibu gada. İnsan sabah nə qazanacağın bilmir. Allah'tan başqa heç kim onu bilmir. Və mâ tedri nefsun bi eyyi ardin temut. İnsan sabah harada öləcəyin bilmir. Onu yalnız Allah bilir. Və mâ yedri ahadun mâzâ mətə yeci'ul matar. Yağışın nə zaman yağacağın Allah'tan başqa heç kəs bilmir. Allah Teala'nın elmi hər bir şey əhatə edir. İstər zahiri olsun, gözlə görünən, istər batini olsun, gözlə görünməyən. İstər aşkarda müşahidə olunan, istərsə də qeybdə olan. Hamısını Allah Teala bilir və ondan xəbərdardır. Allah Teala Kur'an-ı Kerim'de buyurur: وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لَا يَعْلَمُهَا إِلَّا اللّٰهِ. Qeybin açarları onun yanındadır. Onu Allah'tan başqa heç kəs bilmir. Həmçinin Allah Teala Kur'an-ı Kerim'de buyurur: اِنَّ اللّٰهَ عِنْدَهُ عِلْمُ السَّاعَةِ. Kıyametin ne zaman olacağın ancak Allah bilir. O ilim Allah'ın yanındadır. وَيُنَزِّلُ الْغَيْثَ. Yağışı o yağdırır. وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ. Bətinlərdə olanı ancaq Allah bilir. وَمَا تَدْرِي نَفْسٌ مَاذَا تَكْسِبُ غَدًا. İnsan sabah ne kazanacağını bilmir. وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ. Ve insan sabah harada öleceğini de bilmir. اِنَّ اللّٰهَ عَلِيمٌ خَب۪يرٌ. Allah'tır her şeyi bilen ve her şeyden haberdar olan. Bu hadiste Allah Resulü sallallahu aleyhi ve sellemin ilk söylediği bətinlərdə olanı Allah'tan başqa heç kəs bilmir. Yani ne zaman övlad olacaq, ne zaman Allah Teala insana övlad nəsib edəcək, bunu yalnız ve yalnız bilen Allah'tır. Eləcə də o övladın oğlan övladı mı yoksa kız övladı mı, bunu da yalnız ve yalnız Allah Teala bilir. 4 aya kadar hiç kim onu bilmir. Hatta o cihazlar belə 4 aya kadar, yani o ruh üfürülüb o canlanana kadar o et parçasının ne olduğunu bilmirlər. 4 aydan sonra ise Allah'ın öğretmiş olduğu ilimle həkimlər de bilir ki, yani bu oğlan uşağıdır yoksa kız uşağıdır. Bu da Allah'ın yani insanlara atmış olduğu bir ilimdir. O tibb ilmi. Allah Teala öğretir. Ama o 4 aya kadar heç kəs bilmir ki, o oğlandır mı yoksa kızdır mı? Ya Allah Teala istediğine oğlan övladı, istediğine ise kız övladı bəxş edir. Həmçinin o övladın sağlam mı olacağı yoksa xəstə mi olacağı, yine de bunu Allah'tan başqa heç kəs bilmir. Həkimlər belə 6-7 ayından sonra bilirlər ki, məsələn bunda nə kimi yaxşı hallar var veya Allah qorusun nə kimi qüsurlar var, o müddətdən sonra bilirlər. Sonra yağışın ne zaman yağacağını, yağışı yağdıran aləmlərin Rəbbi olan uca Allah'dır. Necə ki az əvvəl oxuduq, və yunezzilul gaytha. Yağışı yağdıran odur, Allah Teala'dır. Ve onun ne zaman yağacağını da yalnız ve yalnız alemlerin Rabbi olan uca Allah bilir. O ki qaldı qabaqcadan
bilən insanların məlumatına, hava haqqında məlumatına onlar sadəcə təxmin, elm irəli sürürlər ki, sabah yağış ola bilər, sabah qar yağa bilər, yağış gözlənmir, qar gözlənmir. Bunlar nədir? Bunlara inanmaq olar. Qabaqcadan tədarük görmək olar bütün bunlara əsasən. Çünki bu Allahın öyrətmiş olduğu elmlə insanlara məlumat verən şəxslər. Təxmin irəli sürürlər ki, sabah külək olacaq, yaxud yağış yağacaq, yaxud da qar yağacaq. Bunu söyləyirlər nə üçün? İnsanlar ehtiyatlı olsunlar deyə. İndidən tədbirlərini görsünlər deyə. Məsələn, kiminsə otun üstü açıqdır, otun üstünü örtsün. Kiminsə mal-qarası çöldədir, mal-qarasını qapıya gətirsin. Kimin məsələn ot pistirmir, taxılın bişdirin, onları pişdirsin. Yəni qabaqcadan tədbir görsün. Və ya qar gəlir, ehtiyatlı olub yola çıxmasın, çıxacaqsa tədbirlər görsün. Onlar buna görə söyləyirlər ona. Yoxsa qeybdən xəbər versinlər, kahinlik eləsinlər, ona görə söyləmir. Ona görə bu xəbərlərə etibar eləmək olar. Allahın öyrətmiş olduğu elmlədir. Üçüncü, qiyamətin nə zaman olacağını yalnız və yalnız Allah bilir. Hətta bütün bu saydığımız şeylər heç peyğəmbərlər və elçilər, rasullar belə bilmirlər. Hətta mələklər belə bilmir. Allaha en yaxın olan mələklər, arşı daşıyan heç biri bilmir. Yağış nə zaman yağacaq, bətində olan nədir və qiyamət nə zaman qopacaq. Hətta Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, səndən gəlib qiyamət haqqında soruşurlar, sən nə vaxt, hardan biləsən ki, o nə vaxt? Onu yalnız və yalnız aləmlərin Rəbbi olan uca Allah bilir. Əslində bunun sir qalmağının xeyri faydası da insanadır. Xeyri faydası da insanadır, daha çox çalışır, daha çox hazırlıq görür o gün üçün və daha çox günahlardan çəkilir. Bilsə ki, məsələn, qiyamət 2030-cu ildə olacaq, o zaman nə eləyər? 2028-ə, 29-a qədər necə gəldi yaşayar, axır bir il ibadət edər, nədir? Mənası olmaz. O zaman bizim qulluğumuzun mənası olmaz. Necə gəldi yaşayarıq? Aydındır. Lakin insanın o şeylərin sir qalması, xeyri faydası onadır. Daha çox çalışır, daha çox xeyr əməllər eləyir və daha çox günahlardan çəkilir. Bu zaman da yaşayışımızın bir mənası olur. Bir dadı ləzzəti olur. Yoxsa ki, insan necə gəldi, yeyər, içər, gəzər, aydındır. Qiyamətin, ölümün nə vaxt olduğunu bilsəydi, məna da olmaz. O dünyanın naz neməti onu məhv edib aparardı. Amma bilir ki, hər an ölüm gələ bilər. Ona görə hazırlaşır, ibadətlər edir, özünə fikir verir, yeməyinə, içməyinə, qidalanmağına, halala, harama, gecələr namaza qalxır, gündüzlər oruç tutur, əlavə fəzilətli işlər görür ki, hər an ölüm gələ bilər və mən buna hazırlaşmalıyam. Amma insanı Allah Teala ancaq gücü çatdığı qədər yükləyir. Əgər o hər şeylə insanı yükləsəydi, o zaman başımız, qəlbimiz tab gətirə bilməz. İnsana bilməsi nə qədər lazımdır, o qədər elm bilir. Təsəvvür edin, yağışın yağmağını bilsəydik, ondan sonra qiyamət nə zaman olacağını bilsəydik, ölümümüz nə zaman olacağını bilsəydik, yüklənərdik həddindən artıq. Lakin Allah Teala insanı yükləmək onun çətinə salmır, bu kimi şeyləri saxlayıb özünə və özündən başqa heç kim bilmir. Sonra insanın sabah ruzu nə olacaq? Onu da Allah'tan başqa heç kəs bilmir. Sabah necə olacaq, nə yeyəcək, nə içəcək, onu da Allah'tan başqa heç kəs bilmir. Bunun da yenə faydası insanadır. İnsan çalışır ki, bugün yaxşı dolansın və sabah da yaxşı dolansın. Əgər məsələn insan bilsəydi ki, sabah ruzu olaraq fərz edək ki, şor çörək var, aydındır. O zaman bugündən etibarən qəmə, kədərə boğulardı. Ki, mən hamı ət yeyir, toyuq yeyir, balıq yeyir, ancaq mənə şor çörək. Amma insan bugün çalışır ki, sabah ət yesin, toyuq yesin, düyü yesin, aydındır, yaxşı-yaxşı qidalansın. Və son olaraq, dəyərli qardaşlarım, insanın sabah yerin üzərindəmi, yoxsa yerin altındamı olması? Yəni, ölüm nə zaman gələcək? Ölümün gəlməyini heç kəs bilmir. Hətta peyğəmbərlər, hətta salih insanlar bilmirlər ki, ölüm nə vaxt gələcək. Bu da yenə insanın xeyrinə, faydasına ki, yaxşı-yaxşı hazırlaşır.
salih əməlləri çoxaldır. Ölümün sir qalması, qiyamət saatının sir qalması xeyri faydası insanadır. Bir gün Resul sallallahu aleyhi ve sellem məclisdə oturur, bir nəfər gəlir sual verir, deyir, ya Resulallah, qiyamət nə zamandır? Qiyamət nə vaxt olacaq? Bu zaman namaz üçün iqamə verilir. Qalxır Muhammed sallallahu aleyhi ve sellem cemaatlə beraber namaz qılır. Cemaat namazı qurtarandan sonra sönür insanlara deyir ki, o qiyamət haqqında soruşan kim idi? Kişi deyir, mən idim ya Resulallah. Mən soruşurum qiyamət nə zamandır? Allah Resulü sallallahu aleyhi ve sellem ona deyir ki, nə hazırlamısan qiyamət günü üçün? Kişi deyir ki, ya Resulallah, namaz qılmaq, oruç tutmaq, çox şey hazırlamamışam. Lakin mən Allah və Resulün sevirəm. Allah və Resulün sevirəm. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, kişi sevdiyi ilə beraber olacaq. Subhanallah. Kişi qiyamət günü sevdiyi ilə beraber olacaq. Ənəs ibn Məlik, Allah ondan razı olsun, deyir ki, biz bu xəbərə sevindiyimiz kimi İslam'a gəldikdən sonra bu xəbərə sevindiyimiz qədər heç bir xəbərə bu qədər sevinməmişdik. Ki, kişi sevdiyi ilə beraber olacaq. Ona görə insan kimi sevib, kimi müdafiə elədiyinə fikir verməlidir. Kimi sevirsən, kimi müdafiə edirsən, kimə dəstək olursan, fikir verməlisən. Sabah qiyamət günü o ilə bir yerdə olasın. Haqq əhlinin dəstəkliyi, müdafiə edib sevirsənsə haqq əhlinə beraber. Yoxsa batil əhlin, yalancını, şər əhlin sevib müdafiə edib dəstək olursansa bil ki, onlarla beraber olasın. Allah qorusun. Məşhur Cəbrail hədisində Cəbrail aleyhisselam insan surətində Muhammed sallallahu aleyhi ve sellemin yanına gəlir, deyir ki, qiyamət nə zamandır? Deyir, bu haqda soruşulan mən, soruşan səndən çox bilmirəm. Yəni, necə ki sən bilmirsən, mən də bilmirəm. Lakin o əlamətləri var. Kiçik əlamətlər var, böyük əlamətlər var. Deyir, ayağı yalın ərəblərin hündür binalar tikməkdə bir-birlərlə yarışmaları və bir də qızın anaya ağalıq eləməsi. Qız uşağının ananın üzünə qayıdıb ona yol göstərməsi, ağalıq eləməsi. Əlbəttə bu təkcə qız övladlar, oğlan övladlarına da aiddir. Atanın üzünə qayıdıb ona yol göstərmək. Hamısı qiyamətin əlamətlərindən sayılır. Əlbəttə çoxdur. Allah subhanahu teala bizləri eşidib başa düşür, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Allah Teala bizləri əsl müminlərin, müttəqilərin sifətlərindən biri olan qeybə iman gətirib ona təslim olan salih qullarından etsin. Subhanək Allahümmə bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu iləyik.